Hamıya salam. Bugün büyük filalarda tapabileceğiniz en ucuz ve bütçe dostu telefon olan Xiaomi Redmi A5 telefonuna bir nəzər salacağıq və bu telefonu bu qiymətə dəyərmi, almağa dəyərmi, bizə nələr ümumiyyətlə bəxş edir, bunlara bugün nəzər yetirəcəyik. Mən çox da sözü uzatmayım və başlayaq. Deməli telefon alandan sonra evə gəlirsiniz dostlar və evdə kutuyu açanda inanın mənə içi dop-dolu gəlir. İçindən telefonun özü, məlumat kitabçaları, Type-C kabeli, adaptör, hətta case belə çıxır. Yəni o boyda 3000 manat verdiyiniz iPhone-da belə adici adaptör belə çıxmır. Həqiqətən burada Redmi-yə bir alqış gəlir. Keçək ekrana və burada böyük bir tərif gəlir. Bu qiymətə bir telefonda 120 Hz yenileme sürəti görmək həqiqətən möhtəşəm bir şeydir. İnterfeys su kimi axır. Sosial şəbəkələrdə minimalı gəzmək çox xoşdur. Üstəlik 6.88 düymlük nəyən bir ekranımız var. YouTube'da da videolara baxmaq, nəsə oxumaq üçün böyük sahə təqdim edir telefon. Amma burada gəlin biraz da tənqid edək. Xiaomi bu boyda nəhəng ekrana cəmi HD+ çözünürlük qoyub. Dostlar, ekran böyüdükçe pikseller seyrədir. Telefonu gözünüze biraz yaxınlaşdıran kimi o kəskinsizliyi, piksellerin özünüzü hiss edirsiniz. Renkler biraz solğundur çünkü sıradan bir IPS paneldir. Parlaklık ise çöldə, güneş altında zayıf kalır. Ekranda ne olduğunu görmek için kölge aktarmalı olacaksınız. Ama böyle ev şəraitində zat çok rahat ekranı göreceksiniz. Tabii ki de bu segmentte AMOLED ekran yani gözlemek olmazdı ama HD+'da biraz az kalır. Özde 720p olması bence elə də xoş değil. Yani heç olmazsa 1080 qoysadılar çok daha yaxşı ola bilərdi. Ama yani bir videoya baxmaq zat üçün eğer ki bu telefonu almaq fikirləşirsinizsə, bəli, almaq həqiqətən də sərf edir. Bəs performans tərəfindən müsbət nə var? İçində yenilənmiş Unisoc prosesörü gündəlik işlərdə çox stabildir və bunda Unisoc T7250 prosesörü var və Antutusu 260.000-dən yuxarıdır. Və WhatsApp, TikTok, Instagram, YouTube kimi proqramlar arası keçidlərdə internetə gəlişəndə heç bir problem yaşamazsınız. Gündəlik istifadə üçün tamamilə bəs edir, çünki bu telefon özü gündəlik işlər üçündür. Ama dostlar, bu telefon oyun için değil. Eğer məqsədiniz PUBG Mobile, Undawn kimi ağır grafikləri oyunu oynamaqdırsa, bu cihaz sizi çox məyus edəcək. Oyunu ancaq ən aşağı grafiklərdə aça bilərsiniz. Onda da qarşınıza adam çıxanda ani donmalar drop olacaq. Təbii ki də ilk 10-15 dəqiqə çox da donma olmayacaq, çünki ekran 120 Hz olması zat buna baxaraq olacaq. Amma ki yarım saat sonra telefon o kadar kızacak ki, yani sizi xaldan nigə atacaksınız o telefonu, sonra qaçacaksınız ki indi partiyaya qalarım belə. Belə də maksimum məsəl üçün PUBG Mobile 30 FPS aça bilir. Yəni 30 FPS-dən də bir oyunu oynamaq düzdür. O qədər də dəhşət deyil. Nə bilim, valla siz bilirsiniz. Amma məsəl üçün mən ən azı bir oyun oynamaq istəsəm, ən azı bir 45 FPS məncə gözləmək lazımdır. Amma indi belə bir şey də var ki, məsəl üçün Subway Surfers, nə bilim, bu şəkər partlatma oyunları zat var. Onları bu telefon əlbəttə ki heç bir yəni kasma donma zat olmadan çox rahat bir şəkildə oynadar. Yəni bu sizin ağır grafiklər oyunlar üçün bu telefon ideal deyil. Gəlin biraz da bataryasından danışaq. Burada böyük bir alqış bataryaya gəlir. Çünki telefonda 5200 mAh'lik böyük bir batarya var. Cihaz oyunlarda güc fırlatmadığı üçün normal istifadədə bu bataryası rahatlıqla yəni günün axırına məncə çıxarar deyə fikirləşirəm. Hə, bu arada arxadan toyuq səsləri gəlir. Bizim xorozluya nə deyəsən, nə bilim, o da gördüyünüz kimi. Ona göre bunun için de sizden üzr istəyirəm, ama ki toyuğu da daha sakitləşdirə deyiləm. Nəysə, keçək videomuzun davamına. Geldik kamera qisminə. Kamerası 32 megapiksellik ana kamerası vardır. Yəni bu sizi gündüz ümumiyyətlə çəkilişlərində həqiqətən də yola verir, gününüzü xilas edir. Amma belə dəhşətli çəkil çəkən adamsınızsa, xeyr, bu yəni dəhşətli şəkil çəkmək üçün deyil. Özdə qaranlıqda da elə də yaxşı şəkil çəkmir dostlar. Və onu da qeyd edim ki, videosu da yəni normal stabil yəni çəkir də, yəni 190 manatdan nə gözləyirsiniz ki? Səhv etmirəmsə 1080p-də 30 FPS çəkə bilir, eyni ilə 720-də 30 FPS. Yəni idarə edər dostlar. İdarə eyləyər. Eyni ilə arxa kamerası da bir yaxşı yəni şəkillər çəkir. Amma gündüz vaxtı təbii ki də, axşam həqiqətən də çətinliklər yaşayacaqsınız.
Bəs məsəl üçün siz deyə bilərsiniz ki, bəs qardaş, sən bu qədər bunları deyirsən, bəs sən özün alarsan. Mən desəz ki, mən bu telefonu almaram əlbəttə. İndi deyərsiniz, bəs nəyə görə bu qədər tərifləyirsən zət? Belə ki, ikinci əlli dostlar həqiqətən də bundan daha yaxşı telefonları tapmaq mümkündür. Baxın, ikinci əldə tapmaq mümkündür. Birinci əldə, yəni bundan yaxşı 190 manat, ümumiyyətlə 200 manatdan altı demək olar ki, telefon yoxdur. Yəni bir dənə budur. Amma beləncə birinci əl əgər ki, yəni telefondan başım çıxmırsa, gedərdim alardım ki, onda sizə deyirəm, əgər ki ikinci əldən başınız çıxırsa, baxın, başınız çıxırsa, yəni emailin zadın nə olduğunu bilirsinizsə, gedib ikinci əldən almaq məncə çox daha sərfəli ola bilər. Amma ki, yox, mənim telefonlarımda başım çıxmır, yəni yola versin zat ələməli deyim. Onda Xiaomi Redmi A5 almaq sizə həqiqətən də sərf edir və telefonda 128 yaddaş var, səhv etmirəmsə Azərbaycan buraxılışında və 4 də RAM olmalıdır. Yəni bu sizə idarə eləyər dostlar. Və onu da deyim ki, telefon 2025-ci ildə çıxıb və Android 15-də gəlir. Güncəlləmə dəstəyini çox da bilmirəm, araşdırıb yəqin ki, yorumlarda zət qeyd edərəm. Qeyd edəməsəm də 100% əmin olun ki, yadımdan çıxıb ki, məncə 1-2 il olması güncəlləmə alardı deyə fikirləşirəm. Bəs gəlin bir dənə xülasə edək. Redmi A5 həm yaxşı, həm də pis tərəfdə olan tam bir balans telefonudur. Bəs bunları kim almalıdır? Böyük ekran istəyənlər, bataryası 2 gün geçsin. 2 gün deməkdə indi 1 gün deyək, 1 günü axırı deyək. 2 gün birinci bəlkə çıxarır, amma ki sonradan mən inanmıram. Yəni 2 günlük çıxarsın, çətin məsələdir. Özdəki belə dəhşət YouTube-a zada baxan adamlar tanıyıram. Ekran, yəni vaxtları 12 saatdır siz necə yaşarsınız? Nəysə. Yəni o siz yəni idarə edər. Bu arada ekranın da yəni 120 Hz olması çox yaxşıdır. Yəni bu qiymətə o A07 səhv etmirəmsə Samsungun ən büdcəli segmenti isə 90 Hz-dir. Yəni siz bunu fikirləşin. Və kimdən uzaq durmalıdır? Yəni telefondan çox şey gözləyən adamsınız isə baxın bu telefondan uzaq durun. Çünki sizi heç vaxtda güldürməyəcək. Baxın deyirəm, telefondan az şey istəyirsiniz, nə bilim TikTok açsınsa bu telefon həqiqətən də almağa dəyər dostlar. Xülasə, ilk videom və ilk sözlərim də bu idi. Bəs siz nə etdiniz? İcmal videomuz danışa da bilmirəm. İcmal videomdan razı qaldınız yoxsa yox? Digər telefonların da icmal videosu çox yaxın müddətlərdə gələcək. Biz də məni dəstək vermək istəyirsinizsə, kanala abunə olmayı, like atmayı və şərh yazmağı unutmayın. Bəs siz bu telefonu alardınız, yorumlarda sizi gözləyirəm.